Salam, videoya xoş gəldiniz. Bu videomuzda sizinlə birlikdə 2022-ci ilin yarı finallarında düşən suallardan birinə baxırıq. İntegral suallarıdır. Zor integral suallarından biridir. Bunun birini həll etmişdim. İkincisində bugün həll edirəm. Burada görürük ki, integral verdi. Sıfırdan sonsuza gelirsə hədləri x üzəri 5 vurulsun üstünə mənfi x, sinüs x dx. Burada görəcəyimiz bəzi yollar var. O metoddan istifadə edib. Bizim də bu metoddan istifadə edib. Sinüs x bölü x-i, yəni direkt integralını həll etmişdim. Yəni burada da eyni yolu istifadə edərək bu integralı həll edəcəm. Yəni integralın sərhədləri sıfırdan sonsuza qədər gedir. İndi mən bu integrala bir I desəm, I integral, I desəm bu integrala. Eyni şəkildə sinüs x nə idi? Sinüs x-də bir xatırlayaq. Sinüs x-imiz bərabər idi. Əslində bu sinüs x imaginar tərəf, yəni xəyali tərəf i-x-in. üzəri i-x-in imaginary tərəfi, yəni bildiyiniz xəyali hissəsi bizim sinüsün var. Çünki nə idi? üzəri x, kosinüs x biliyoruz. İndi sinüs x. İ tərəfində də sinüs x olduğu üçün imaginary tərəfini götürürük. Götürüb bir şəkildə bu integralda yazsam, o zaman görərəm ki, bu birinci adım olsun. Buraya ikinci adım. İntegral sıfırdan sonsuza x üstü 5 üstündə mənfi x, imaginary tərəf üstündə x, i və dx. Eyni şəkildə bu imaginary işarəsini qabağa çıxara bilərəm. O şəkildə nə olar? Üzəri x ilə üzəri mənfi x qalır. Bu da e'lər, yəni əsas yerlər bərabər olduğu üçün üst qüvvətlər toplanlar və toplandığı və bir çıxar olduğu çıxlar deyə bilərəm. Və buradan yekun nəticədə biz Laplace teoremlərini almışıq. Burada Laplace teoremlərini istifadə etməyə bilərəm. Şimdi buradan artıq düsturu tapmışam və istifadə edə bilərəm. Buradan Gauss neymiş? Bildiyimiz gamma funksiyasını çıxarır və gamma funksiyasından da aldığımız gamma funksiyasının həll olduğunu bilirdik. Məsələn, integral sıfırdan sonsuza s üstündə mənfi t vurulsun t üstündə x minus 1 dt gamma x-ə bərabər idi. Və oradan da çıxararaq həll edə bilərik. Yəni burası problem deyil. Bura gamma imaginary tərəfi qoyaq. J hərfini sıfırdan sonsuza. Sərhədimizi yazdık. X üzəri 5 burada. X üstü 5. Üstündə burada x idi. Mənfi x'i çıxarsam buradan 1 minus i aha düz. Burada bir dx integralını qoyduq. Aha, buranı aldıq. İndi əsas nəticə nədir? Biz dedik ki, üstündə mənfi t t üzəri x minus 1. O düzdür. X minus burada x demək n minus 1 olsun. Sonra x istifadə etmişəm bir dəfə. Bunu almaq üçün nə etməliyəm? Yuxarıda gördüyünüz bu x i minus 1-i əvəz etməliyəm. X 1 minus 1-ni i-yə mən t desəm. Eyni şəkildə x-im t bölünsün 1 minus i-dir. Və dx-in diferensiyalım dt bölü 1 minus eyni şəkildə də gördüyümüz kimi bu həlli gətirib bunu yerinə qoysam, hesablamada dəqiq aparsam, imaginary tərəf integral sıfırdan sonsuz x üstündə 5-in yerinə gətirib yazsam, buradan alınar t üstündə 5 bölünsün 1 minus bir də diqqətli baxsaq dx nə idi? dt bölünsün 1 minus i idi. Eyni şəkildə 1 minus i yazıb, burada 5 faydı, bir də buradan gələr 6 və yazsam üstündə mənfi t, çünki buna t demişdim. Və dt. İndi burası həll olundu. İndi imaginary tərəfi də tam ayrı şəkildə burada hesablasam, yəni imaginary tərəf açdıq bu integralından 1 minus i-nin üstü 6 integral sıfırdan sonsuz üstündə mənfi t üstündə 5 dt. Bura diqqətli baxın. Bu gördüyünüz integral formatı gamma 6'dır. Gamma 6 nə idi? 5 faktorial. Yəni 5 faktorial da bir sabit vurma olduğu üçün, konstant vurma olduğu üçün önə keçə bilər. Yəni belə yaza bilərəm. 5 faktorial vurulsun. Imaginary tərəf içərini bağla. 1 minus 1 bölünsün 1 minus i-nin ofisinin toplamının üstü 6. Mən eyni şəkildə aşağı da qoşmasına vurub, aşağıdan da yuxarı qoşmasına vursam nə olar? Aşağının mərkəzini azad edib yuxarını sadəcə hesablaya bilərəm. Onda bunu belə edə bilərəm da. 1 minus i üstü 6, 1 plus i üstü 6, yuxarıda 1 plus i üstündə 6. Bu tərəfi bağlayaq. İndi 5 faktorial vurulsun, 5 faktorial vurulsun. 5 faktorial atmayacağım çünki birazdan lazım olacaq 5 faktorial. Burada 1 minus i ilə 1 plus i üstləri bərabər olduğu üçün içlər
kvadratlar fərqi var. Yəni 1-in kvadratı minus i-nin kvadratı. O da nədir? Mənfi 2 götürməyəcəm. 2-nin üstü 6. Çünki mənfi ilə müsbətin də kvadratlar üstü cüt dərəcədən olanda müsbət çıxmış olur. Yəni aşağısı 2 üstündə 6-dır. Yuxarısına indi yazaq yenə. Bu olduğu kimi qalsın. Bunu da sizə bu belə bir funksiya içində göstərib yazacaq. Yəni 6. Bunu belə yazıq. İməcinləri tərəf qurmanı unuttum. İməcinləri də burada. İndi 5 faktorial. Bu da vurma, bölmədir. Vurma içində. Yəni 1 bölü 2 üstündə 6-nı buna bir k desəm, keçər bu tərəfdən 2 üstündə 6. İndi yenə iməcinləri tərəf 1 plus i üstündə 6. 1 plus i üstündə 1 plus i'miz bizə nəyi verir? Kök 2 e üstündə 45 dərəcədə pi bölü 4 i'ni. O da kök 2 vurulsun. Kosinüs 45 dərəcə, plus i sinüs 45 dərəcə. Bunu bu şəkildə də yaza bilərəm, bu şəkildə yaza bilərəm. Amma mən burada iməcinləri tərəfindən istifadə etdiyim üçün bu formatı yazmam daha doğru olar. Yəni bu format mənim üçün daha effektiv bir yoldur. İndi bunu buradan qeyd edeyim. Buradan yazıram yenə 5 faktorial bölünsün 2 üstündə 6 vurulsun. 2'nin üstü 6 nəyə bərabərdir? 2 üstü 3'ə. 2 üstü 3 vurulsun. Eyni şəkildə e üstündə pi bölü 4, birinci pi bölü 4 yazım. İməcinləri tərəfi yenə. İndi 2 üstü 3 də yenə önə keçər. Yenə çıxarılma olduğu üçün. Aşağıda 2 üstü 6 var idi. Bunlar getdi. 2 üstü 3'ə bölmək qaldı. 5 faktorialı 2 üstü 3'ə böləndə nə edir? 5 faktorialı da burada yazar. 5 faktorial 1 vur, 2 vur, 3 vur, 4 vur, 5. Bölək 8'ə. 2 üstü 3 8'dir çünki. 8'ə böləndə 8'də 2 vur 4'dür. Elə deyilmi? 2 ilə 4'ü 8 edir. Burada 2 var, burada 2 var, burada 4 var, burada 4 var. Cavab 15 var burada. Yəni 15 vurulsun. İndi bunun üstündə 6 var idi. Zaten 6'ya vurmalıyım deməli bunu. Çünki burada 6 var idi. Bunu bir dəfəlik yazdım ama burada bir dəfəlik yazmadım. İndi 6 pi bölü 4'ləri və 6 pi bölü 4 1 onda 5 2 aşağıda 3 1 onda 5 pi. Bu da 270 dərəcə. Dərəcə olaraq 270 dərəcə. 270 dərəcədə də dedik ki, buradan sinüs çıxır da. Sinüsü çıxardanda iməcinləri tərəfdən sinüs 270 dərəcə. 270 dərəcədə nə alır? Mənfi 1. Sinüs 270 dərəcədə mənfi 1 qiymətini alır. Mənfi 1 qiymətini aldığını bildiyim üçün bura mənfi 1 yazıram. Mənfi 15. Bu sualın cavabı mənfi 15'dir. Yəni gördüyünüz kimi çox zor gələn bir integral. Yəni siz başqa bir yolla hesablamaq çalışsaydı, məsələn bunu Laplace təyin əslində bu. Amma mən tam yolu ilə getdim yazdım. Başqa bir olsun, məsələn integral əvəzləmə falan aparsaydınız, bunu tapa bilməyəcəksiniz. Zaten tapıla bilmədiyi üçün bu metoddan istifadə olunur. Əgər kanalda belə video görmək istəyirsiniz, semif finalların digər bölümlərini də, digər bölümdəki sualları da istəyirsiniz, sizə kanala yaza bilərsiniz. Bu ikinci sual idi. Bu iki videomuz buna qədər sağ olun.